Deməli, məsələ nömrə neçədir? 18. Diqqətli baxaq. Deyək, düzgün altıbucaqlının böyük diagonalının uzunluğu 4 cm-dir. Böyük diagonalının uzunluğu 4 cm olan düzgün altıbucaqlıda biz bilirik ki, tərəfi 2-dir. Çünki diagonal tərəfdən 2 dəfə çox olur. Bu məlum məsələdir. İndi düzgün altıbucaqlının kiçik diagonalını seçək. Kiçik diagonalında deyə bilərik 2 kökdə 3-dür. Amma gəlin ümumiyyətlə hesablayaq, bir düzgün altıbucaqlının neçə dənə diagonalı var? Düzgün altıbucaqlının diagonal sayını hesaplamaq üçün n vurulsun, n minus 3 bölünsün 2. N'lərin yerinə 6'nı yazdım. 6 vurulsun, 6 minus 3 bölünsün 2. 9 dənə diagonal var. İndi gəlin baxaq ki, bu 9 dənədən neçəsi kiçikdir, neçəsi böyükdür. Ki, böyük diagonalları əslində siz artıq görürsünüz. Bax, birini buradan çəkə bilərək. Birini də buradan çəkə bilərək. 3 dənə böyük diagonal var. 3 dənə böyük diagonal. Və neçə dənə kiçik diagonal var? 6 dənə kiçik diagonal. İndi bu adam da məndən bütün diagonalların sayını soruşur da bu kitabda, düzdür? Deməli, böyük diagonalın biri nə qədərdir? 4'dür. Kiçik diagonalın biri nə qədərdir? 2 kökdə 3'dür. 3 dənə böyük diagonal var. Deməli, 3 vurulsun, böyük diagonalın sayı 4. Neçə elədi? 12. 6 dənə kiçik diagonal var. 6 vurulsun 2 kökdə 3. Neçə elədi? 12 kökdə 3. Cəmisi 12 plus 12 kök altında 3 diagonalların cəmləridir. Aydın mı?